Hörmətli şagirdlər, əziz müəllimlər. Bugün Qazaxşəhər, Azərbaycan Respublikası Qazaxşəhər Üç-saylı tam orta məktəbində bizim hamımızın ürək yanğısı ilə qeyd elədiyimiz fevral ayı ərəfəsində Xocalı faciəsinin anım günlərindən biridir. Yəni, bugün biz məktəbimizdə tərtib olunmuş proqram üzrə mütəmadi olaraq siniflərimizdə, ayrı-ayrı tədbirlərimizdə Xocalı faciəsinin, hamımızın ağırlı yeri olan Xocalı faciəsinin haqqında danışmağı və siz balalara, məktəbimizdə çalışan müəllimlərin xatirində həmin o müthiş günləri təkrar eləməyə özümüzdə mənəvi borc bilirik. Və bugün tədbirimizi açıq elan edərək Xocalı faciəsində həlak olmuş soydaşlarımızın, ana və bacılarımızın, qardaşlarımızın, yeniyetmələrimizin xatirəsini yad eləmək üçün bir dəqiqəlik sükut qəbul etməyinizi sizdən xahiş edirəm. Ona görə də hamı ayaq üstə durur. Allah orada həlak olanlara rəhmət eləsin. Əyləşin. Demək, o müthiş günləri bizim əksəriyyətimiz, burada iştirak edən sizin müəllimləriniz gördük, yaşadıq. Siz balalar isə həmin günləri tarixə çevirərək kitablardan, ayrı-ayrı filmlərdən, böyük valideynlərinizdən, nənə babalarınızın danışığından eşidərək o günlərin acısını bugün yaşayırsınız. Və bu günlər nələr baş verir? Hansı hadisələr baş verir? O günlər demək olar ki, 1992-ci ilin 25 fevral, 26 fevrala keçən gecə çox bizim Azərbaycan xalqının tarixindən silinməz bir yara kimi daxil oldu. Qarabağın Dilbər Güşəsində yerləşən Xocalı şəhərinə erməni daşnaqlarının və onların havadarları olan keçmiş SSR dövlətinin 366-cı diviziyası qəflətən dinc əhali üzərinə, rayon sakinləri üzərinə amansız baskın etdilər. Və bu baskında bizim demək olar ki, müharibə şəraitinə uyğunlaşmamış müharibə, əgər müharibələr dünya miqyasında çox olur, hər bir müharibənin öz qanuna qonluqları olduğu halda qəbul etsək güya müharibə olub, aslında heç bir müharibə olmuyor. Və orada dinc xalq, dinc yaşayan, hansı ki, sükutda gecənin, o şaxtalı gecənin sütundan qərb olaraq gecə heç bir şeydən xəbər olmayan insanların başına görünməz bəlalar çıxır. Həmin bəlaları biz sadalasaq, görərsiniz ki, necə də o insanlığa sığışmayan müthiş pis hadisələr baş vermişdir. Mən həmin hadisələrin xırda məlumatını vermək üçün məktəbimizin uşaq birliyi rəhbəri Aidə müəllimədən xahiş edərdim ki, öz fikirlərini sizdən bölüşün. Buyurun müəllim. Xocalı soyqırımı 1992-ci fevralın 25-dən 26-sına keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı Mutartıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək etnik Azərbaycanlılara qarşı verilmiş ən dəhşətli soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri SSR dövründən Xankəndi şəhərində yerləşən 366-cı motarçıcı alayı zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl fevralın 25-i axşam səhər toplardan və ağır artilleriyalardan şiddətli atəşə tutuldu. Nəticədə fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bölündü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətlin qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib, yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 Xocalı əsir, 150 Xocalı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu. Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə Xocalı soyqırımı, Xocalı faciəsi kimi anılır. Ermənistanda isə bu əməliyyat Xocalı döyüşü, Xocalı hadisəsi terminləri ilə ifadə olunur. Çox sağ olun müəllim. Əziz oğullar, əziz anım iştirakçıları. Bizim məktəbimizdə təlim prosesi iki dildə, həm Azərbaycan, həm Rus dilində aparıldığına görə mən istəyirəm ki, Rus dilli balalarımız üçün məktəbimizin dərs, təlim-tərbiyə üzrə direktor müavini Nalə xanım öz fikirlərini qoymuşdur. Трагедия Ходжалы. Эту трагедию, ребята, все, весь народ, азербайджанский народ, не только азербайджанский народ, по-моему, весь мир знает. Это ужасная трагедия. Трагедия, которая уже прошло 20 лет, но она все равно в нашем сердце. Мы всегда вспоминаем ее с болью. Остались 20 лет, нет, прошло уже 20 лет, но у нас остались эти хроника, даже вот, ребята, фотографии, которые вы с ужасом все смотрите, даже девочки, нечаянно Санджан, когда даже речь идет о нем, но это ужасные фотографии, которые мы смотрим, и, можно сказать, боимся, что не дай Бог еще может вернуться такое время. Ходжалы – это ужасная трагедия. Вы знаете, что 25 по 26 февраля армянские, можно сказать, фашисты при поддержке русских солдат подвергли город Ходжалы, уничтожили, убрали с лица земли. И около 7 тысяч жителей Ходжалы, из них только 1500 остались живых. Это тоже, которые успели с каким-то трудом, можно сказать, убежать или в горы, или спрятаться в каких-то, можно сказать, подвалах или в этих пещерах каких-то, не знаю. Остальные все были подвергнуты, убиты, живым сожжены. Дети, они не жалели ни детей, ни стариков, ни женщин, никого. Всех, кто на пути у них встречались, всех танками давили прям. Я вот даже вот сейчас рассказываю об этом, мне очень даже трудно вот это все заново говорить, мне очень больно. Наш азербайджанский народ, то есть народ Ходжалы был подвергнут насилию. Это трагедия, это геноцид азербайджанского народа, который никогда не сотрется. Никогда мы никогда это не забудем, эту трагедию, и всегда будем помнить. Даже я вам прочитаю стихотворение такое небольшое. Нагорный Карабах, наша боль, наши горе, и как рана в сердце Ходжалы, пепелища, руины, кровь, неизбывна наша скорбь, всенародный черный плач, извиняюсь. Задумываясь сегодня, 20-ю годовщину ходжалийской трагедии,
Обо всем этом мы должны понимать суть этого события и тогда только осознанно строить свое будущее. Çok sağ olun müəllimə. Doğrudan da hər iki müəllimənin çıxışında söylədiklərindən görürük ki, biz Xocalı haqqında eşitdiklərimiz o qədər də çox deyil. Hələ o hadisədə, o gecə, o müthiş gecədə baş verənlərin müəyyən bir hissəsi. Yəni onları danışmaqla insanlıq həyatında orada baş verən hadisələri onları danışmaqla dilə gətirmək mümkün deyil. Ona görə də belə hadisənin bizim həyatımızda dərin iz bıraxmaq, mən deyərdim ki, qəbul olunmalıdır. Çünki iz bıraxmağı öz yerində. Yəni belə bir hadisəni unutmaq bizə və bizim gənc nəslimizə, gələcək nəslimizə heç və də yaramaz. Biz bilməliyik ki, bizim xalqın dostu kimdir, düşməni kimdir. İndi isə hörmətli ali iştirakçıları, bizim şagirdlərdən həmin hadisəni təsvir edən, həmin hadisəni bizə yaşamağa sövq edən müəyyən parçalar hazırlanmışdır. Həmin o hadisələri söyləmək üçün şagirdlərimizə söz verək. İndi gəl görüm anar bana, kimlərlə, durun gəlimizi. Шел конец февраля 1992 года. Люди, измученные невзгодами войны, ждали прихода весны. С ней они связывали большие надежды, а для ходжалинцев она несла кровь и смерть. Жестокие и коварные враги под покровом ночи напали на мирный, беззащитный городок, убили сотни невинных людей, детей, женщин, стариков. Трагедия разыгралась в ночь с 25 на 26 февраля. По Ходжалы полили из танковых орудий и другой боевой техники. Обезумевшие от ужаса люди выскакивали на улицу, кто в чем был. Бросались в лес, теряя близких, родных, матерей, отцов. В лесу они блуждали по несколько дней, замерзая, без пищи, теплой одежды, а орудия все били, и горели дома. Среди пострадавших много женщин, детей, стариков. Некоторые из них видели смерть своих близких, другие же вообще не знали, где их родные, что стало с семьями. Порыв грозовой не забыть никогда, пылающий бой не забыть никогда. Друзей сердца закалила и война. Друзей сердца закалила война. Я душу отдаю тебе одной, о, Родина моя, мой край родной. Ты хлеб и соль дала мне с малых лет, тебя ли забыть, мне сказанный свет. Да, ты одна для многих сновей, ты их растила на груди своей, и молоко из лона твоего скрепило наше вечное родство. В ушах от разрыва снарядов грохочет, кровь воинов льется в сражениях реков. Пусть рано у храбрых бойцов, кровоточит, они без смятения ринутся в бой. Какая бы опасность бойцам не грозила, но воля не гаснет в солдатской груди.
находят в себе они мужество, силу, сквозь шквал смертоносный в атаку идти. О них разве песни коротко расскажешь? Таких вдохновляла на подвиги мать. Сына у ней много, но дорог ей каждый. Питомец ее, что ушел воевать. Взгляните получше, кто он, не побег ли, и разве один он в атаку не идет? Я слышал слова в огнощащем пекле. Да, здравствуй, наша свобода, вперед! Порыв грозовой не забыть никогда, пылающий бой не забыть никогда, друзей, чьи сердце закалила война, всех призванных в строй не забыть никогда. Победу добудем, но наших друзей, что спят под землей, не забыть никогда. Им вечная слава, да здравствует жизнь, наш клич боевой не забыть никогда. Спасибо. Çok sağ olun uşaqlar. Əyləşin. Hörmətli anım iştirakçıları, əziz müəllimlər. Bizim məktəbin 6-cı sinif şagirdləri, hansı ki, söylədikləri bu şeir parçaları ilə, hətta Əliqulu o şeirdə aldığı kədərə görə öz fikrini tam axıra qədər körəldiyinə görə söyləmədi. Görürsünüz ki, o hadisələr nə qədər də çılpaqlığı ilə orada təsvir olunur. Bütün bu tədbirdə sizin hazırladığınız bu parçaları ki, biz sizdən eşitdik və sizi bu hal üçün hazırlayan Mesidə müəlliməyə öz təşəkkürümüzü bildirək ki, sizin söylədikləriniz bir şeir parçası olaraq yox, sizin qəlbinizdə həkk olacaq ki, bizim və burada oturanların hamısının ki, bizim dinç xalqımızın, dinç sakinlərimizin başına hansı bəlalar açılmışdır. Hansı ki, bizim vaxtı ilə dost saydığımız, yaxın qonşu saydığımız, mənfur qonşularımız son 20-25 ildə özlərinin iç yüzlərini açıqlaması ilə göstərdilər. Ona görə də mən belə görürəm ki, biz heç və başımıza açılan bu fəlakətləri unutmamalıyıq. Mütəmadi olaraq biz həmin günləri yaşamalıyıq. Özümüzdən sonra gələn nəsillərimizə bütün bizi sevər dünya xalqlarının hamısına məlumat verməliyik ki, bəli, biz belə bir şəraitdə yaşamışıq və yaşayırıq. Bizim belə bir müthiş qonşularımız var. Xocalı faciəsi çox təəssüf ki, hələlik dünya ölkələri arasında özünün tam siyasi qiymətini almamışdır. Mən sizin adınızdan da, öz adımdan da çox istərdim ki, biz yəqin ki, dövlətimizə bir qərar layihəsi hazırlayıb məktəbimiz adından göndərəcəyik ki, biz çalışaq, arxasında dayanaq ki, Xocalı faciəsi dünya miqyasında, dünya ölkələri arasında tanınsın və tarixə Xocalı faciəsi kimi, Xocalı soyqırım kimi daxil olsun. Əgər o mənfur qonşularımız olmayan bir hadisəni artıq 100 ilə yaxındır, böyük bir şüar əslində olmayan, hansı ki, özlərini erməni soyqırımı qələmə verərək bütün dünyanı başdan ayağa çalxalamağa çalışırlarsa və dünya da özünün müsbət rəyini verərək ki, elə bir hadisə, elə bir iş olmamışdır. Ancaq bu fakt çox uzun olmayan bir tarix. 20 il biz onun Xocalı faciəsinin 20 illiyini qeyd edirik.
20 il bundan qabaq hansı ki o hadisəni biz görmüşük, biz yaşamışıq, müəllimələrimizin söylədiyi o faktlar, rəqəmlər göstərir ki, nə qədər insanlar, demək olar ki, böyük bir şəhər yer üzündən silindi. Elə əsl genosid, əsl soyqırım bax elə budur. Ona görə də mən sizi həmişə bu işin təbliğatçısı olaraq görürəm və özünüzün ailənizdə də, özünüzün yaşlılarınız arasında da həmişə bu barədə söhbət etməyi sizdən təvəqqə edirəm. Bir daha mən Xocalı faciəsində, o müthiş gecədə həlak olmuş soydaşlarımızın Allahdan rəhmət diləyərək sizə də çox sağ olun deyirəm. Bununla da tədbirimizi bağlayırıq.